Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Mütəhhiratdan ikincisi yerdir. Yer deyəndə nə nəzərdə tutulur? Torpaq, qumluq, daşlıq, qayalıq, təbii daşlar ola və yaxud da təbii daşların döşənmiş və hörülmüş forması ola. Bəzi məracilər kərpici də daxil eləyir. Yəni kərpic döşəmələr. Kərpici ki yerə döşüysən, bunlar da yerdən sayılır və mütəhhiratdır. Hansı təqdirdə mütəhhiratdır? Ancaq ayağın altını və ayaqqabının altını təmizləyir. Əgər ayağın altı, ayaqqabının altı nəcasətə bulaşarsa, o vaxtı torpaqla, qumluqla, daşla onu təthir etmək olar, pak etmək olar. Başqa heç bir şeyi pak eləmir. Bu saydıqlarımız, torpaq, qumluq, daşlıq, başqa heç bir şeyi pak eləmir. Corabı da pak eləmir. Amma əgər corab altlığı dəridən olarsa, corabı da pak eləyə bilər. Dəri deyəndə də ayaqqabının altı istəyir təbii dəridən olsun, istəyir də süni dəridən olsun. Fərqi yoxdur. Pak etmək olar. Yer 4 şərtlə ayağın və ayaqqabının altını pak edər. 4 şərti var. Biri budur ki, yer quru olsun. Yəni, nəm olmasın, rütubətli olmasın. Quru yer olsun, quru yerdə addım ataq. İkinci budur ki, yerin özü pak olsun. Yer əgər nəcis olarsa, ayağın və ayaqqabının altını pak etməz. Üçüncü şərt budur ki, ayağın altı, ayaqqabının altı yol gedərkən nəcasətə bulaşsın. Əgər kənardan nəcasətə bulaşarsa, biz gəlib yol getməklə onu paklaya bilmərik. Yol gedə-gedə ayağım nəcasətə bulaşdı, İraq, qana bulaşdı, digər nəcasətə bulaşdı. Mən həmin o əsnada yol gedə-gedə ayağımın altını ya ayaqqabımın altını ilə yolu gedə-gedə onu paklaya bilərəm. Bu ayağın və ayaqqabının altı yol gedərkən bulaşdı, mən addım atıram. Neçə addım atmalıyam? Əvvəla gərək nəcasətin eyni ondan təmizlənsin. O qədər addım atıram və yaxud da sürtürəm yerə. Nəcasətin eyni ondan təmizlənir. Neçə qədəm atmalıyam ki, ayağımın altı, ayaqqabının altı pak olsun. Həzrət Ayətullahul Uzma Seyyid Əli Xamneyinin nəzərinə görə 10 qədəm bəsdir. Yəni 10 qədər ki götürdüm, hər iki ayaqla 10 qədəm. 10 qədəm ki atdım, nəcasətin eyni əvvəl gərək təmiz olmuş olsun o vaxtı. Sonra onu paklamaq üçün 10 qədəm ki atıram, həmin torpaqda, qumda o təmizlənir. Yer deyəndə indi sayacaqlarım o yerdən sayılmır. Yəni onların vasitəsilə ayağımızın, ayaqqabımızın altını pak edə bilmərik. Nədir onlar? Asfalt və qır döşəmə. Bunlarla ayağı, ayaqqabını pak etmək olmaz. Beton üstə getməklə və yaxud da sement, beton piltələr üstə yol getməklə pak olmaz. Kafel, metlaq döşənmiş, məsələn, kafelin üstündə yol getməklə pak olmaz. Həsirin növləri, məsələn, həsir üstə alınmaz, pak olmaz. Xalça, palaz, maketlər, bunların üstündə getməklə ayaq, ayaqqabı pak olmaz. Taxta üstündə, yəni taxta polların üstündə olmaz. Otluq və ələfzarlar, bunların üstündə yol getməklə ayaq və ayaqqabı pak olmaz. Bir də, məsələn, torpaqdır, yerdir, üstünə xəzəl
tökülüb, yarpaqlar ağacdan tökülüb, üstünü örtüb. Onun üstündə də yol getməklə, baxmayaraq ki, ayağımızın altını silə bilərik onu, amma pak eləmir onun üstündə yol getməklə. Yarpaqlar yerin üstünü əgər örtərsə, onların üstündə yol getməklə ayaq və ayaqqabının altı nəcasətdən pak olmaz. Salavat Peyğəmbər Ali Peyğəmbərə.